bir tavam var. Mən çox sevirəm o tavanı. Çox sevirəm. Antiprekar tavadır, heç nə yapışmır ona. Ölürəm də. Həmişə deyirəm ki, bax get o yağlar, yağ da özdə bahalı deyil. Yağın girdiyi nə varsa da, əgər sağlam, yaxşı bir yağdırsa da çox bahalı bir məhsul olur. Qozdur, fındıqdır, badamdır. Görürsünüz bunlar niyə belə bahalılar? Çünki yağ ehtivası çox. Yağın özü 20 neçə manatdır da. Yaxşı yağlar, kərə yağı və s. görürsünüz, bahadır bunların hamısı. Oturub düşündüm ki, mən bunun tavaya yapışmamasından ötürü bunu yağlamalıyam. Bu yağın içində üzməlidir ki, tavaya yapışmasın. Mən də əlavə kalori qəbul edirəm axı. Kərə yağının 100 qramının 780 kalori var. Bitki yağının 100 qramında 900 kalori var. Mən getdim o tavanı aldım. Elə bil ki, 2 kilo, 3 kilo yağın pulunu həmin o tavaya verdim. İndi o tavaya heç nə etməsəm belə, yəni tavaya heç 1 qram belə yağ qoymasan, o yağsız da onun üstündə yumurtanı bişirmək olur. Yapışmır eləmir. Amma azca zeytun yağından istifadə edirəm. Çox az. Tökürsüz, indi firma adı vermək istəmirəm. Tökürsüz, lıq tökülür bura qədər, bu boyda tökülür. İçində nə bilim kartel aşkiləri və s. Yəni lazım deyil. Ehtiyac yoxdur elə bir şeyə. Antiprekar da, yəni yapışmayan tavalar var da, yəni hər yerdə satırlar. Doğrudan da gedin onu götürün və onlardan istifadə edin. Yapışmasınlar. Onsuz da bu pulu yağa verəcəksiniz də, bu qədər yağ istifadəsi. Ondan sonra mənim niyə ödümdə daş var? Mənim niyə qaraciyərim yağlanıb? Mən niyə ölürəm?